Salam əziz abituriyentlər. Bugün yəni ənənəmizə sadiq qalaraq davam eləyək müəyyən mövzulardan, çətin tipli mövzulardan. Mən bugün danışmaq istəyirəm oksidləşmə, reduksiya mövzusundan. Yəni abituriyentlərin, sizlərin ən çətinlik çəkdiyiniz bölmələrdən biridir. İlk öncə gəlin görək oksidləşmə, reduksiya reaksiyaları nədir? Yadınızda saxlayın. Elementlər elektron alıb və verərkən qazandıqları yük oksidləşmə dərəcəsi adlanır və bu reaksiya əsnasında dəyişirsə bu dərəcə, həmin reaksiyalar oksidləşmə, reduksiya reaksiyaları adlanır. Gəlin görək, oksidləşmə, reduksiya reaksiyalarının neçə növü var və bunları necə fərqləndirə bilərik? Oksidləşmə, reduksiyanın 4 növü vardır. Molekullar arası, molekul daxili, disproporsiya, yəni öz-özünə, bir də əks öz-özünə konmutasiya reaksiyaları. İlk öncə başlayaq molekul arası reaksiyalardan. Molekul arası oksidləşmə, reduksiya reaksiyaları o demək ki, yəni oksidləşdirici və reduksiya edici ayrı-ayrı molekulların içərisindən çıxırsa, bu artıq molekullar arası oksidləşmə, reduksiya reaksiyalarıdır. Bunu xlorun laboratoriyada alınma reaksiyalarına nümunə götürə bilərsiniz. 1-2 nümunə əzbərləsəniz hər deməli tipə artıq testlərdə rahat tapa bilərsiniz bunları. Daha sonra molekul daxili. Molekul daxili oksidləşmə, reduksiya reaksiyalarına əsasən nitratların parçalanmasını, xloratların parçalanmasını, kalium permanganatın parçalanmasını götürə bilərsiniz. Yəni, əgər oksidləşdirici və reduksiya edici bir molekulun içərisindən çıxırsa və fərqli atomlar olmalıdır. Mütləq bunu qeyd edirəm ki, unutmayasınız. Fərqli atomlar eyni bir molekulun içərisindən çıxırsa, yəni dərəcəsi dəyişirsə, bu artıq molekul daxili oksidləşmə, reduksiya sayılır. Bəs disproporsiya nədir? Yəni öz-özünə nədir? Burada bir element atomu, yəni öz-özünü həm oksidləşdirici, həm də reduksiya edici edir. Məsələn, buna xlorun su ilə, xlorun qələvi ilə, kükürdün qələvi ilə, NO2-nin qələvi ilə reaksiyalarını mütləq yadda saxlayın 4-cü qruplar. Çünki bunlar istisnasız olaraq hər il qəbulda görürük bu sualları. Yəni burada xlor atomu, məsələn, xlorun qələvi ilə reaksiyasını götürsək, xlor atomu bir dəfə deməli oksidləşdirici olur, bir dəfə də reduksiya edici olur. Yəni burada fərq nədir molekul daxili ilə? Burada bir element atomu öz-özünü həm oksidləşdirici, həm də reduksiya edici edir. Ona görə də buna oksidləşmə, reduksiyanın öz-özünə tipinə aid edə bilərsiniz. Daha sonra axırıncı deməli konmutasiyadır, yəni əks öz-özünə. Burada da yəni bir element atomu müxtəlif dərəcədən eyni bir dərəcəyə getmiş olur. Bu da bir növ disproporsiyanın əksi kimi götürün. Yəni o reaksiyaları tərsinə çevirsəniz, siz artıq konmutasiya reaksiyalarını tapmış olarsınız. Bundan başqa xüsusi halları var oksidləşmə, reduksiya reaksiyalarının. Mütləq bunları əzbər bilsin 4-cü qruplar. Qara barıtın reaksiyasıdır. Gümüş nitratın, civə nitratın parçalanma reaksiyalarıdır. Bir də plitin deməli yanma reaksiyasıdır ki, burada 3 element atomu xüsusi hal olaraq oksidləşmə dərəcəsini dəyişir və 3 element atomu dəyişirsə artıq biz bunları götürə bilərik. Bu kimi videoların davamını istəyirsinizsə, yenə də mütləq kanalımıza abunə olun və hər gün müəyyən bölmələrə, müəyyən istisnalara toxunuruq. Hər birinizə uğurlar arzulayıram.